Danışmaq istəyirəm. Kişi cinsi zəifliyinin daha bir səbəblərindən, vacib səbəblərindən biri onurğa problemidir. Xüsusilə onurğanın bel-oma nahiyəsində olan problemlərin kişi cinsi zəifliyinə səbəb olması haqqında danışacağıq. Demək, onurğanın bel-oma nahiyəsində ereksiya və eyakulyasiya mərkəzləri yerləşmir. Yəni, boşalma və sərtləşmə mərkəzi yerləşib bel-oma hissəsi segmentində. Bunlar L5, S1 fəqərələri səviyyəsindədir. Burada onurğa beyninin demək, sinir mərkəzlərində kişi cinsi orqanında sərtləşmənin olması və eyakulyasiyanın, yəni boşalmanın olması mərkəzləri var. Bu nahiyələrdə zədələr olduqda və yaxud sinir sıxılmaları olduqda, sinir uzlarının sıxılması olduqda, onda cinsi funksiyada dəyişikliklər baş verir, problemlər yaranır, ereksiyanın, yəni sərtləşmənin zəiflənməsi olur, eyakulyasiyanın pozulması, tezləşməsi olur, əksər hallarda tezləşməsi olur, nadir hallarda gecikməsi ola bilir. Yəni, bunlar hamısı onurğanın bel-oma nahiyəsində zədələnmələrlə, xəstəliklərlə bağlı olan problemlərdir. Burada protruziyalar ola bilər, sıxılmalar ola bilər. Yəni, sinir uzlarının sıxılması, qırıcalar, yəni yırtıqlar və protruziyalar ola bilər ki, bunlar da sinir uzlarını sıxır. Nəticədə cinsi funksiyada pozğunluq baş verir. Və bunun qarşısını almaq üçün ilk əvvəl nə etmək lazım? Səbəbi tapmaq üçün əksər hallarda MRT, yəni maqnit rezonans tomoqrafiyası tələb olunur. Çünki bu sahədəki onurğada gedən dəyişiklikləri rentgen vasitəsilə görmək mümkün deyil. Əgər digər səbəblər yoxdursa, onurğa problemləri varsa, beldə ağrılar varsa, biz xəstələri MRT müayinəsi elətdiririk. Həmin müayinələrin nəticəsinə əsasən problem olan nöqtələr tapılır və o nöqtələr kişi cinsi funksiyasının fəaliyyəti